Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Demək, bugün sizin nəzərinizə mən çatdıracağım DİM test toplu 9 illikdən feilin izahını. Elə feilin izahı əsnasında burada qeydlərimi də testin üzərində verirəm, qeydlərdə götürə bilərsiniz. Ola bilər izah əsnasında nəsə mexaniki səhv ola bilər, tələsiyə düşərəm, nə isə qeyd etmərəm, səhv qeyd edirəm. Rəy bölməsində elə bir şey görsəniz, rəy bölməsində yazarsınız, mən də düzəliş etmiş olaram. Nə deyir feildə? Birinci testi. Biri feildən düzəlmiş feildir. Əgər şərtində nə vaxtsa mənim qarşıma çıxdısa, hansı nitq hissəsindən yaranıb və yaxud düzəlib, hər ikisi şərtdə eyni məzmun daşıyır. Nə edəcəm? Tərkibinə görə ilk öncə təhlil eləyəcəm. Tərkibi qorxdan, qorxaq, sonra danışdan, danışaq, sonra yaxından, yaxınlaş, yoldan, yollamaq, yollanmaq, yollayaq, qavramaqdan, qavrayış. İlk öncə tərkibinə görə təhlil edirik. Ondan sonra hansı nitq hissəsindən düzəlib ona baxırıq. Əgər bir leksik şəkilçi varsa, birbaşa kökə baxacaqsınız. Yox, bir neçə leksik şəkilçi varsa, tutalım 4 dənədirsə 3-cüyə baxacaqsınız. Burada 2 dənə var, burada kökə baxırıq, burada da kökə baxırıq, buna ümumiyyətlə baxmırıq, bu sadə sözdür. Qorxmaqdan, qorxaq, oldu nə? Qorxaq insan, feil düzəltməyib, burada sifət düzəldib artıq. Feildən sifət düzəldib. Yaxın, yaxın sifətindən yaxınlaşmaq feili düzəlib. Deməli, yol ismindən yollamaq feili düzəlib, yollamaq feilindən isə yollanmaq feili düzəlib. Deməli, elə doğru variantımız D variantıdır. Y variantına baxırıq. Qavrayış nə? İsimdən, qavramaqdan, daha doğrusu feildən isim yaradıb, qavrayış ismi. Mənə deyir ki, feildən feil düzəlsin. Doğru variant elə D variantıdır. Nəyə baxırıq 2-də? Deyir ki, idi köməkçi sözü, hissəci, feilin hansı şəklinə artırıla bilməz. Bir şey də qeyd edim ki, köməkçi sözləri olan idi, imiş isə birbaşa feilin kökünə artırıla bilməz. Feilin şəkillərindən sonra artırılır. Bu nə zaman hansı feilə artırıla bilməz? Feilin əmr şəkili və xəbər şəkili olan keçmiş zamana artırıla bilməz. Niyə əmr şəklini artırıla bilmir? Çünki əmr şəklinin özünə məxsus şəkilçisi yoxdur. Feildir, feildə şəxs sonluqlarını qəbul edir, bu da olur feilin əmr şəkili. Və feilin xəbər şəkili D-nın üzərinə niyə artırılmır? Məsələn, tutalım deyir ki, gəldi. Bu feilin xəbər şəklidir. Mən onun üzərinə idinin qısaldılmışı, gəldi, artıra bilmərəm. Oldu səhv. Elə A variantı. Sən de, mən yazım nümunəsində feilin hansı şəkili işlənmişdir? Sən de, mən yazım. Nə olacaq əmr şəkili? Sən de, mən yazım. Nəzərinizə çatdırım ki, ikinci şəxsin təkinin şəxs sonluğu olmadığına görə, yəni əmr şəklində qəbul etmir. Məsələn, sən, mən deyim, baxın, birinci şəxsdə qəbul etdi, sən de, o desin. Birinci şəxsdə, ikinci şəxsin təkində şəxs sonluğu qəbul etmir əmr şəkli. Yeri gəlmişkən bunu da dedim, qeyd kimi oldu Y variantı. Nümunədə feillərin hansı şəkli işlənmişdir? Adı nədir? Rəşid. Birini de, birini eşit. Birini de, birini eşit. Nə olacaq? Yenə feilin əmr şəkli olacaq. 5-də nə deyir? Deyir, feillərdən biri icbar növdədir. İcbar növ şəkilçisi ilk öncə T və D-dir, D-dir, 4 variantlı şəkilçisidir. İcbar növdə iş özü icra etmir, digər şəxsləri işi icra elətdir. Məsələn, söktür. Sök sözün kökü söktürmək. Oldu nə ilə söktür? Doğru variant A variantı. Söktür. Kiməsə icra elətdir. Barışdan, barışdır. Bu məlum növdür. Yanmaqdan, yandırmaq. Bu da məlum növdür. Çaxnamaqdan, çaxnaşmaq, çaxnaşdırmaq. Sonra sönməkdən söndür, söndürmək oldu. Doğru variant 5-də A. 6. Feillərdən birinin işlənmə yerinə görə həm qayıdış, həm də məhsul növ kimi düşünmək mümkündür. Baxırıq feillərə. Deyir ki, yazmaqdan yazılmaq, bu, məsələn, deyir, məktub yazıldı. Bu oldu məhsul növdə. Qazmaqdan qazılmaq, məsələn, yer kimsə tərəfindən qazıldı. Bu məhsul növdür.
Atmaqdan atılmaq. Elə olacaq doğru variantımız bu necə? Məsələn, deyirsən ki, silah atıldı. Kimsə tərəfindən icra olunur. Məchul növdür. Bir də deyirsən ki, uşaq önə atıldı. Yəni işi öz icra edir, öz üzərində icra edir. Qayıdış növ feil oldu C variantı. Qarşılıq birgəlik növ olan feil hansı cümlələrin tərkibindədir? Qarşılıq birgəlik növün şəkilçisi ış, şı, bir də şı şəkilçisi. Iş 4 variantlı və şı şəkilçisi. Qarşılıq birgəlik növdə də iş qarşı-qarşıya birgə baş verir. Bəziləri vəziyyətdən istifadə edib aləmi qarışdırdılar. Qarış sözün kökü qarışdan qarışdırmaq, qarışdırmaq, qarışdırırlar. Bu feilin qarışdır məlum növündədir. Sonra dostlar Cəmilin qolundan bərk-bərk yapışdılar. Deməli, bərk-bərk yapışdılar. Yapışmaqdan yapışdılar. Bu məlum növdədir. Mələşmir sürülər, kişnəmir atlar. Aşıq Ələsgərin qoşmasından verilmiş misradır, dağlar qoşmasından. Mələməkdən mələşmək, mir, sürülər, kişnəmir atlar. Elə oldu nə? C variantı. Bu arada onu da qeyd edim ki, baxın, burada inkarlıq var. Bu əslində, yer gəlmişəm bu qeydi də verim. Mənin inkar şəklidir. İnkar şəklidir. Niyə burada sait düşüb? Çünki özündən sonra indiki zaman şəkilçisi gəldiyinə görə 2 dənə sait yan-yana gəlsə düzgün tələffüz olmaz. Məzmunda düzgünlük alınmaz, tələffüzdə. Bir bu zaman olur. Sən bunu ayrı-ayrı götürəcəksən. Bunu bir ayrı qrammatik şəkilçi, bir bunu ayrı qrammatik şəkilçi, indiki zaman şəkilçi. Bir də qeyri-qəti gələcək zaman şəkilçisi var ha, armaz. Bax bu da inkardır. Onu ayrı götürəcəksiniz. Yeri gəlmişkən bunu da qeyd edim. 8-ə baxırıq. Deyir, məchul növdə olan feil hansı cümlənin tərkibindədir? Açılsın gülün, nərgizin, təzə, mürgüzar ol, yaylaq. Deməli, baxırıq bunların məchul, açılsın. Bu feilin əmr şəklidir. Açılsın, açmaqdan açılsın, gün təzə, mürgüzar ol, yaylaq. Deməli, o, burada feilin əmr şəklindədir, açılsın. Bu qayıdış növdədir. Deməli, seyr etmir köysündə türfə gözəllər. Sancılmır buxağa güllərin dağlar. Sancılmır, seyr etmir. Deməli, bu məlum növdədir. Köysündə türfə gözəllər, sancılmaq. Sancmaqdan sancılmır, elə məchul növ olacaq. Kimsə tərəfindən sancılmır. Sonra, otarardı sözü ilə bağlı səhv fikri göstərir. Otar sözün kökü, otardan otarmaq, otarardı. Bax, mən bunu elə yeri gəlmişkən onu da qeyd edim. Əgər mən bunu düzəltmə şəkilçi kimi görsəm, otarmaq kimi görsəm, bu keçmiş zamanın şəkilçisi olacaq. Yox, mən bunu qrammatik şəkilçi kimi görsəm, qeyri-qəti gələcək zaman şəkilçisi. Bu da idinin qısaldılmışı olacaq. Otarır idi. İndi səhvlə bağlı baxaq görək. Xəbər şəklindədir. Bəli, xəbər şəklindədir. Düzəltmə feildir. Düzəltmə feildir, bəli. Sonra gələcək zamandadır. Bu da doğrudur, bəli. Çünki bunun hər iki tərəfli mən düşünə bilərəm. Leksik şəkilçi kimi bir düşünəcəm, bir də adi bir gələcək zaman şəkilçi kimi düşünəcəm. Mən bunu leksik şəkilçi kimi düşünsəm, bunu keçmiş zaman kimi də düşünsəm, yenə xəbər şəkli olacaq. Mən bunu qeyri-qəti gələcək zaman kimi, bunu da idinin qısaldılmışı kimi görsəm, yenə onsuz da feilin xəbər şəkli olacaq. Niyə? Feilin xəbər şəklinin özünə məxsus şəkilçisi yoxdur. O ancaq qəbul eləyir feilin zamanlarını, indiki, keçmiş, gələcək zaman. Qayıdış növdədir. Xeyr, qayıdış növ odur. O deməkdir ki, iş öz üzərində icra olunur. Və qayıdış növün şəkilçisi ıl, ın, bir də n şəkilçisidir. O şəkilçini də görmədiyimə görə oldu səhv variant, D variantı təsdiqdədir, bəli təsdiqdədir. Onda nə deyir? Mətndə şəxsə görə dəyişən, təsriflənən feillər hansı şəkillərdədir? Baxın,
Feilin təsriflənən formaları var ha. Feilin qrammatik məna növləri, bir də feilin şəkilləri. Bunlar şəxsə və kəmiyyətə görə dəyişə bilir. Amma feilin təsriflənməyən formalarına məstər, feili sifət və feili bağlama şəxsə və kəmiyyətə görə dəyişə bilmir. Gəldik. Deyir ki, şeirdən bənd verib, ona əsasən baxmalıyıq. Deyir, feilin hansı, təsriflənən feillər hansı şəkillərdir? Getsin cəhənnəmə hər qara maşın. Ağlamaq öyrənmə, dik olsun başın. Ağlasan qəlbinə axsın göz yaşın, kimsə hiss etməsin, kimsə görməsin. Deməli, getsin feilin əmr şəklindədir. Hər qara maşın, ağlamaq öyrənmə feilin əmr şəklində, dik olsun başın əmr şəklində. Ağlasan qəlbinə axsın göz yaşın. Ağladan ağlasa şərt şəkli, axsın feilin əmr şəkli, kimsə hiss etməsin feilin əmr şəkli, kimsə görməsin feilin əmr şəkli. Deməli, həm əmr, həm də şərt şəkli var D variantı. Mətndə şəxsə görə dəyişən, təsriflənən feillər hansı şəkildədir? Baxırıq. Deyir ki, Füzuli eşidib tutsaydı xəbər, Məcnuna gizlincə nəsə deyərdi. Kərəmin gözünə dəysəydi əgər, əsl yox, bəlkə də həcər dəyərdi. Əsli yox, bəlkə də həcər dəyərdi. Hüseyn Arif. Deməli, təsriflənən feili. Füzuli eşidib tutsaydı xəbər. Eşidib tutsaydı, tutdan tutsaydı şərt şəkli, feilin şərt şəkli. Sonra Məcnuna gizlincə nəsə deyərdi. Qeyri-qəti gələcək zaman şəkilçisi, deməli xəbər şəkli. Kərəmin gözünə dəysəydi feilin şərt şəkli. Əsli yox, bəlkə də həcər dəyərdi. Oldu nə? Qeyri-qəti gələcək, yəni xəbərin şəkli. Oldu nə? C variantı. Biri sadə feildir. Yoluq, yorulmaq, yormaqdan yorulmaq. Bir də bu arada onu əvvəlki izahlarımda da vermişəm. İndi də nəzərinizə çatdırım. Əgər tutalım, siz bilmərsiniz ki, bu maq şəkilçisini verməyib də özündən sonra. Siz bilmərsiniz ki, bu qrammatikdir yoxsa leksikdir. Onda avtomatik özündən sonra, şəkilçidən sonra bu feillərə aid da maq şəkilçisini artırırsınız. Maq şəkilçisini artırdınız. Düzgün söz kimi yeni bir məna, leksik məna verən söz kimi tələffüz olundusa, leksik mənalı söz kimi. Deməli, bu leksik şəkilçidir. Bu ancaq feillərdə tətbiq eləmək olur, mağı. Məsələn, adlardan ad düzəldən sözlərdə tətbiq etmək olmur. Yorulmaq düzəltmədir. Sonra daralmaq, dardan daralmaq düzəltmədir. Otar sadədir. Maq, məsdər olduğuna görə, məsdər qrammatik şəkilçi olduğuna görə sadə feillər göstərilir. Göyərmək, göydən, göyərmək. Çağırmaq, çağırdan da çağırmaq oldu nə? Leksik şəkilçi. 13-də nə deyir? Gedirəm. Amma orada da gülləri deyil, yalnız səni seyr edəcəyim. Cəfər Cabbarlı cümləsindəki feillərin şəkillərini göstərin. Feillərin şəkilləri. Gedirəm. Getməkdən gedir. Bu feilin xəbər şəklidir. Amma orada da gülləri deyil, yalnız səni seyr edəcəyim. Seyr etmək mürəkkəb feildir və gələcək zaman şəkilçisidir. Deməli, hər ikisi feilin xəbər şəklidir. Gedim, həyətdəki quyudan su gətirib, gülləri sulayım. Cümləsində feillərin şəkillərini müəyyən. Gedim, mən gedim, bu feilin əmr şəkli. Həyətdəki quyudan su gətirim, şəxs sonluğudur, yəni əmir. Sulayım, sudan, sulamaq, sulayım, bu da əmr şəkli. Deməli, nə oldu? 14-dədir. 15-də nə deyir? Deyir ki, idi, köməkçi sözü, hissəci, isim, sifət, say və əvəzliklər artırıldıqda həmin nitq hissələri hansı cümlə üzvü vəzifəsində işlənəcək? Əgər mən nümunə kimi göstərim, isim, sifət, say və əvəzliyə artırılıbsa, bu olur ismi xəbər. Məsələn, gələn dayım idi. Kim idi? Dayım idi. Oldu nə? İsmi xəbər. İmiş köməkçi sözü, yenə elə bayaqkinin təkrardır. İsim, sifət, say və əvəzliyə artırıldıqda həmin nitq hissələri hansı cümlə üzvü olacaq? Əlbəttə, ismi xəbər olmuş olacaq. 17.
Oxutdurmuşdur. Feilinin təhlilinə əsasən səhvi göstər. Tərkibinə görə təhlil edirik. Oxu. Oxumaqdan oxutmaq. Oxutdurmaq. Muş zaman şəkilçisi. Dır, şəxs xəbərli şəkilçisi. Sözün sonundakı dır şəkilçisi şəxs sonluğudur. Bəli, doğrudur. Feildən düzəlmiş feildir. 2 leksik şəkilçisi varsa, mən birinciyə baxacam. Oxutmaqdan oxutdurmaq, bəli. Tərkibinə görə təhlil bu sxema uyğundur, doğrudur. Keçmiş zamandadır, bəli. Nəqli keçmiş zamandadır. Məlum növdədir, xeyr. Oxutdur, icbar növdədir. 18. Dindirilmişdir. Feilinin təhlilinə əsasən müəyyənləşdirin. Dinməkdən dindirmək, dindirilmək, miş idi, dindirilmiş idi. Səhvi göstəririk, baxırıq. Deyir ki, xəbər şəklindədir, bəli, keçmiş zaman şəkilçisi var. Sözün kökü feildir, bəli. Dinməkdən dindirmək, feildən feil düzəldib. Qayıdış növdədir, dindirilmişdir. Kimsə tərəfindən dindirilmişdir. Oldu nə? Məhsul növ. Sonra feillərdən biri icbar növdədir. Feillərdən biri icbar növdədir. Yondur. Yonmaqdan yondurdum. Yondurdum. Bu arada dım 4 variantlı şəkilçi. Bu ayrı-ayrı götürülür ha. D keçmiş zaman mı da şəxs sonluğu. Sonra ütlətdim. Ütüdən ütləmək, ütlətmək, ütlətdim. Oldu nə? Bu da ütlət. İcbar növdədir. Çəkdirdim, çəkdirdim, çəkməkdən çəkdirmək, çəkdirdi, çəkdirdim. Bu da icbar növdədir. Sildirdim, silməkdən sildirdim. Oldu nə? İcbar növü şəkilçisi. Qopartdım. Qopmaqdan qoparmaq, qopartmaq, qopardım mı? Yəni bu işi mən icra etdim. Qopartdım. Qopart. Yəni sən qopart. Yəni sən qopart. İkinci şəxs öz icra edir işi. Deməli, bugün yazılan məktub vaxtında çatdırıldı. Cümləsində təsriflənən feillə bağlı səhvi müəyyən edin. Təsriflənən feillə bağlı səhvi. Deməli, təsriflənən soruşa, bax, təsriflənməyəndir. Feil sifətdir. Çatmaqdan çatdırmaq, çatdırıldı. Səhvi. Quruluşca düzəltmədir, bəli. Üçüncü şəxsin təkindədir. Üçüncü şəxsin təkindədir, bəli. O çatdırdı. Sonra icbar növdədir. Xeyr, icbar növdə deyil. Çatdırıldı, məchul növdədir. Keçmiş zamandadır, bəli, keçmiş zamandadır. Xəbər şəklindədir, bəli. Hər üçü düzəltmə feildir. Qışqırmaq, qışqırmaq. Bu sadədir. Köçməkdən köçürmək, silməkdən sildirmək, danışmaq artıq burada sadədir. Bu arada həm bunu sadə feil kimi də götürə bilərəm. İri indiki zaman şəkilçisi kimi düşünsəm. Aşmaqdan aşırmaq, susmaqdan susmaq neymiş? Susmaqdan susturmaq, oturmaqdan oturtmaq. Elə C variantı hər üçü düzəltmə olacaq. 21, 22. İcbar növdə olmayan feillərin sırasını müəyyənləşdirin. İcbar növdə olmayanları. Qazmaqdan qazdır, yəni işi icra elətdir. Pozdan pozdur, icra elətdir. Yazmaqdan yazdır, işi icra elətdir. Sildən sildir, işi icra elətdir. Açmaqdan açdır, işi icra elətdir. Kiməsi icra elətdirir. Aldır. Sonra sınmaqdan sındır. Bu, məsələn, qabı sındır sən. Sonra baxaq görək, yaxından yaxınlaşmaq, yaxınlaşdır. Sən yaxınlaşdır. Deməli, D variantı məlum növdə olan feillərdir. Hansı cümlədə feil üçüncü şəxsin şəkilçisi ilə işlənmişdir? O bu məlumatı çoxdan almaqdan almışdır. O bu məlumatı elə bu olacaq. Çünki üçüncü şəxsin təkinin şəkilçisidir. Feilin xəbər şəklidir. Oldu nə? Yaxınlaşmışdı feilindəki yanlış fikri müəyyəni. Yaxın, yaxınlaşmaqmışdı şəxs sonluğu. Deməli, sözdə iki leksik şəkilçi var. Xeyr.
yaxınlamaq ifadəmiz olmadığına görə bir leksik şəkilçisi var. 24-də A variantıdır. 25. Hansı sadə feildir? Apar sözün kökü, apardan da aparar, qeyri-qəti gələcək zamandadır. Yəni sadə feildir. Otdan otarmaq düzəltmədir. Qopdan qoparmaq düzəltmədir. Göydən göyərmək düzəltmədir. Qaradan da qaralmaq, qaralar düzəltmə feildir. Məlum növdə olan feillərin sırasını müəyyən edin. Məlum növdə olan feillər. Məlum növdə olan feillər sırasını müəyyən edin. Yığmaqdan yığışmaq bu birgəlik növdür. Qaradan qaralmaq məlum növdədir. Sarılmaq məlum növdədir. Yarmaqdan da yarılmaq bu artıq oldu digər növə aiddir. Məlum növə aid deyil. Oynamaqdan oynatmaq, sonra yumaqdan yudurmaq, yudurtmaq bu artıq icbar növdədir. Alovlanmaq məlum növdədir. Sağdan sağalmaq məlum növdədir. Asmaqdan da asılmaq bu artıq məlum növdə deyil. Ayırmaq məlum növdür. Qışqırmaq məlum növdür. Qazanmaqdan qazanmaq məlum növ variantı. Hansı feil lazım şəklindədir? Hansı feil lazım şəklindədir? Baxaq görək. Bilməliyəm. Feilin lazım şəklinin şəkilçisi ası, əsi, iki variantlı şəkilçidir. Bilməliyəm. Bildən, bilməliyəm vacib şəkili. Baxdan, baxa, baxasınız. Bəzən uşaqlar bu ası ilə bu şəkilçini qarışdırırlar. Baxın, bu feilin arzu şəklidir. Sınız, sinüz, sunuz, sünüzdə şəxs sonluğudur. Yəni siz baxasınız. İkinci şəxsin şəxs sonluğudur cəminin. Öyrənmək, öyrən feilin əmri şəklidir. Sonra danışasıdır. Danış sözün kökü danışdan danışasıdır. Elə doğru variant D variantıdır. Yazdan da yaza, arzu şəkili, yazasının şəxs sonluğu. Şərt şəkilçisi işlənmiş feil hansı? Şərt şəkilçisinin şəkilçisi sa, sədir. Gəlməkdən gələr isə. Buradakı sa, sə ilənin qısaldılmışıdır. İsənin qısaldılmışıdır daha doğrusu. Səpdən səpilmək, səpilib isə bu isənin qısaldılmışıdır. Sonra işləyir, disə, iş sözün kökü, işdən işləmək, işləyir, disə, oldu nə? Deməli, 28-də bu da nədir? Xəbər şəkili. Yanılsa, yanılmaq sözün kökü, sa ilə şərt şəkli. D variantı bağlandısa, bağdan bağlamaq, bağlanmaq, bağlandısa, isənin qısaldılmışı. Sonra şərt şəkilçisi işlənmiş feil harda, hansıdır? Qurtararsa, qurtarar sözün kökü, qurtardan qurtararsa, bu isənin qısaldılmışıdır. Oxuyubsa, oxudan, oxuyubsa, burada isənin qısaldılmışı, çünki feilin şəkillərindən sonra artırılıb. Sonra axtarırsa, axtar sözün kökü, axtarır, indiki zaman bu da isənin qısaldılmışı. Yanaşılsa, yandan, yanaşı, yanaşdan, yanaşılmaq, yanaşılsa, bu oldu nə? Elə 29-da D variantıdır, düzgün. 30. Hansı cümlədə feil vardır? Feil. Tüstü yavaş-yavaş çoxalırdı. Nə edirdi? Çoxalırdı. Saydan yaranmış feildir. Oldu A variantı. Torpaq müqəddəslidir. Necədir? Müqəddəsdir. İsmi xəbərdir. Digərləri hamısı bunlar ismi xəbərdir. Gəldi. Baxırıq. Baxın görün. Görməyəsiniz sözü feilin hansı şəklindədir? Gördən, görməyə, görməyə arzu şəkli, siniz şəxs sonluğu. Oldu nə? D variantı. Gəldi. Oxuyasınız sözü feilin hansı şəklindədir? Oxudan, oxuya, oxuyasınız. Bu da oldu feilin arzu şəkli. Deməli, biri saydan düzəlmə feildir. İrəlidən irəliləmək.
Bu zərfdən yaranmış feildir. Enməkdən endir, enməkdən endir oldu. Enməkdən endir. Biri saydan. Bu feildən yaranmışdır. Endirmək. Azdan azalmaq. Qeyri-müəyyən miqdar sayından yaranmış feildir. Doğru cavab olacaq. Elə C variantı. Sonra biri sifətdən düzəlmiş feildir. Vidadan, vidalaşmaq. İsimdən yaranmış feildir. Bədbin, bəddən, bədbin, bədbinləş, bədbinləş. El oldu nə? Bədbin necə? Sifətdən yaranmış feildir. Sadə feillərin cərgəsini müəyyən et. Darıxmaq, sonra darılmaq, sonra dartmaq, dartmaqdan dartınmaq. Bu artıq oldu düzəltmə feil. Sonra gəldik enmək. Endən enmək sadədir. Düşünmək sadədir. Görməkdən görülmək artıq bu düzəltmə feildir. Diləmək. Dildən diləmək bu düzəltmədir. Sonra dincəlmək. Dincəl sadə sözdür. Dərdləşmək. Dərddən dərdləş artıq düzəltmədir. Əyməkdən əymək. Artıq əydən əymək sadədir. Göndərmək sadədir. Çalışmaq sadədir. Y variantı. Sadə feillərin cərgəsini müəyyən edin. Bozdan bozarmaq düzəltmədir. Yazmaqdan yazışmaq düzəltmədir. Oturmaqdan oturtmaq düzəltmədir. Didməkdən didişmək düzəltmədir. Alçalmaq, alçaldan alçalmaq sadədir. Barışdan barışmaq sadədir. Barışdan barışmaq, yarışdan yarışmaq sadədir. Y variantı. Biri imiş hissəciyi, köməkçi söz feilin lazım şəklinə artırır. Lazım şəklinə şəkilçisi dedik ki, ası, əsidir. Deməli, baxacaqmış, baxdan baxacaqmış. Var burada hissəcik, ancaq gələcək zamanın üzərinə artırılıb. Baxası imiş, elə doğru cavab olacaq 37-də B. Bu arada o da yeri gəlmişəm, onu da qeyd edim ki, əgər iri imiş isi hissəciyi söz əkər saitlə bitibsə, onlara ayrı yazıla bilər. Bitişik yazılmaya da bilər. Ayrı da yazıla bilər. Sonra tələffüzdə necə tələffüz olunur? Baxasıymış. Belə olacaq. Baxasıymış. Tələffüzdə bu formada gedir. Onu da qeyd etmək istədim. Yeri gəlmişkən. Birində imiş köməkçi sözü hissəci arzu şəklinə artırıb. Arzu şəklində şəkilsi A, Ə, ya, Y. Alırmış bu feilin xəbər şəklinə artırılıb. Almalı imiş vacib şəklinə artırılıb. Sonra alacaqmış gələcək zamana artırılıb. Alsa şərt şəklinə artırılıb. Alaymış oldu elə Y variantı. 39. Xəbəri feilin indiki zamanında olan cümləni müəyyən edin. Xəbəri feilin indiki zamanında olan cümləni. Bülbül zar-zar ağlar, çəməndən ayrı. Deməli, ağlamaqdan ağlar. Bu qeyri-qəti gələcək zaman şəkilsi arıdır. A'sı ixtisar olunub. Sənə görə gedib evin istisində oturum. Oturdan oturum. Burada ümumiyyətlə zaman şəkilsi yoxdur. Qurbağaların qurultusu aləmi başına götürmüşdü. Götür sadə sözdürmüş, keçmiş zamanın şəkilçisidir. Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə. Deməli, gülə-gülə artıq keçdim. Keçməkdən keçdi, keçmiş zaman şəkilçisi. Baladadaşın əl-ayağı sözünə baxmırdı. Baxdan, baxmır idi. İndiki zamanın şəkilçisi Y variantı. Hansı cümlədə keçmiş zamanda işlənmiş feil var? Keçmiş zaman şəkilçisi D, 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 mış, miş, mış, mış, ıb, ib, ıb, ıb. Deməli, keçmiş zamanda olan şəkilçilər. Çox uzaqdan eşidirdi vətənimin gür səsini. Deməli, eşitməkdən eşidir idi. Bu indiki zamanda. Araqçının məndədir, sərmişəm çəməndədir.
Araqçının məndədir, sərmişəm, sərməkdən, sərmişəm, çəməndədir. Mış, keçmiş zamanın, nəqli keçmiş zamanın şəkilçisidir. Feillərdən biri keçmiş zamandadır. Güldən, gülməli, keçmiş zamandadırsa deməli feilin xəbər şəklini soruşur. Bu vacib şəkildədir. Sevdən, sevir isə bu keçmiş indiki zaman şəkilçisidir. Danışdan, danışdı, danışdım. Elə 41-də C variantıdır. 42. Hansı feil məhsul və qayıdış növdə eyni şəkilçini qəbul edir? Bizim bəzi feillərimiz var ki, elə bax burada verilən feillər, sonra birini də əlavə etmək olar soy sözü, soy feilini. Əgər ıl 4 variantlı şəkilçini qəbul edirsə, məhsul növdür. 14 variantlı şəkilçini qəbul edirsə, qayıdış növdür. Amma bunlardan bir fərq odur ki, bir dənə feil eyni anda eyni şəkildə qəbul edir, amma fərqli növlərdə. Məsələn, deyirəm ki, qab yuyuldu. Kimsə tərəfindən icra olunur məhsul növ. Bir də deyirəm ki, qız yuyundu. Özü öz işini icra edir. Bu deyilədir qayıdış növ. Döyüldü. Uşaq kimsə tərəfindən döyüldü və ya qapı döyüldü. Kimsə tərəfindən döyülür, bilmirsən məhsul növ. Bir də deyirəm ki, onun ürəyi durmadan döyündü. Bu da oldu qayıdış növ. Məsələn, deyirəm ki, xəbər deyildi. Kimsə tərəfindən icra olunur, məhsul növ. Bir də deyirəm ki, qoca durmadan deyinirdi. İşi öz icra edirdi, qayıdış növ öz üzərində. Deyirəm bir, ev bəzəndi, kimsə tərəfindən ev bəzənir. Onda da n şəkilçisi, bəzənmək. Bir də deyirəm ki, qız bəzəndi, yenə işi özü icra edir. Eyni anda elə həm qayıdış, həm də məhsul növ kimi düşünmək olar. Sonra 43. Oğlan tələsə-tələsə gedir, ara bir arxaya baxır, sonra sürətini daha da artırırdı. Cümləsində feilin hansı qrammatik məna növündədir? Feillər hansı qrammatik məna növdədir? Getməkdən gedir, bu oldu məlum növ. Ara bir arxaya baxır, məlum növ. Sonra sürətini daha da artırırdı. Artmaqdan artırmaq, artırır idi. Elə məlum növ 43-də B. 44-də baxırıq. Deyir ki, nümunədə feillər hansı zamandadır? Ağladırsa, güldürürsən. Çeşmim, yaşın sildirirsən. Cəllad kimi öldürürsən, o göz, o qaş, ilə məni. Deməli, ağlamaqdan, ağlatmaq, ağladır, indiki zaman. Gülməkdən, güldürmək, güldürür, indiki zaman. Çeşmim yaşın sildirirsən. Silməkdən, sildirmək, sildirir, indiki zaman. Cəllad kimi öldürürsən. Ölməkdən, öldürmək, indiki zaman. O göz, o qaş, ilə məni. Deməli, nədir burada? Oldu hamısı indiki zamanın şəkilçisi. İndiki zaman şəkilçisi olsa 44-də D. 45-ə baxırıq. 45-ə deyir ki, hansı sıra feillər düzəltmə feillərdən ibarətdir? Gizləmək sadə feildir. Yazmaqdan yazılmaq, tutmaqdan tutturmaq oldu B variantı. Sifətdən düzəlmiş feillər cərgəsini müəyyən edir. Sifətdən düzəlmiş şübhə isimdir, şübhələnmək isimdən yaranmış feildir. Yazmaqdan yazışmaq feildən yaranmış feildir. Yuxudan yuxulamaq isimdən yaranmış feildir. Kədər isimdən yaranmış kədərlənmək feildir. Bozdan necə? Bozarmaq. Açdan açıq necə? Açıq, açıqlamaq. Açıq necə? Açıqlamaq oldu nə? Feildən, sifətdən düzəlmiş feil. Y variantı 46-da. 47-yə baxırıq. Deyir, keçmiş zamanda olan feillərin cərgəsini müəyyən edin. Aldan, alır, indiki zaman. Gətir, sadə feil olaraq, yəni keçmiş zaman şəkilçisidir. Gətirdi. Sonra apardan, apardı, keçmiş zamandır. Götürməkdən, götürdü. Nə deyir burada? Keçmiş zamanda olan feilləri göstərir. Elə nə oldu? Doğru variant 47-də B. 48-ə baxırıq. Atılıb düşmək, yazıb pozmaq, gəlib getmək. Mürəkkəb feillər hansı yolla əmələ gəlmiş? Atılıb düşmək, yazıb pozmaq, gəlib getmək antonim feillərin birləşməsindən. 48-də C. 49-a baxırıq. Nə deyir? Necə düşün?
Görüm oxumaq olacaqmı? Nümunədəki feillər hansı şəkildədir? Dedi, sinəsinə çaylar axmasa. Dənizlər itirər dənizliyini. Üzrü sayın, boz düşüb deyən çaşa bilərəm. Cəsarət üstümdə şahə qalxmasa, Təbriz itirəcək Təbrizliyini. Deməli, nümunədəki feilə dedi, sinəsinə çaylar axmasa, dənizlər titrər dənizliyini. Cəsarət üstümdə şahə qalxmasa, Təbriz itirəcək Təbrizliyini. Məmməd Araz. Dedi, sinəsinə çaylar axmasa. Feilin şərt şəkli. Sonra dənizlər itirər dənizliyini. İtirdən, itirmək, itirər xəbər şəklində. Cəsarət üstümdə şahə qalxmasa şərt şəkli. Təbriz itirəcək Təbrizliyini. İtdən, itirmək, itirəcək, gələcək zamanı şəkilsi. Yəni xəbər şəkilsi. Xəbər və şərt B variantı. Təəssüfləndirirdi sözü ilə bağlı səhvi müəyyən. Təəssüfdən, təəssüflənmək, təəssüfləndirmək idi. İcbar növdədir, təəssüfləndir. Artıq icbar növdə olması bu elə yanlış olan budur. Feildən düzələn feildir, doğrudur. Hansı sırada bütün sözlər idi və ya isə köməkçi söz hissəci ilə işlənmişdir. Qaçmaqdan, qaçdı. Bu feilin xəbər şəklidir və üzərində biz bilirik ki, idinin qısaldılmışı əlavə olunmaz. Bu ona görə səhvdir. Gəldən gəlmiş idi. Bu doğrudur. Xəbər şəklinin üzərinə artırılıb. Baxdan baxır, baxır imiş. Yox, məndən, burada imiş yoxdur. Məndən idi ilə isənin qısaldılmışı sor. Var burada istəyəcəyi. İmişin qısaldılmışıdır. Sonra qopdan, qopdusa. Biri budur. Uzaqdan, uzaqlaşmışdı. Biri budur. Aldan, almırdı. Var burada idinin qısaldılmışı. Amma isə yoxdur. Amma yox, var deyə, isə bu nə idi deyə sosiyadır da. Elə, doğru variantımız 51-də C. Kökü feil olmayan, amma feildən düzələn sözü müəyyənin tərkibinə görə təhlil eləyək. Qandan, qanamaq, qanatmaq, qandırılmaq, qanmaqdan, qandırmaq, qandırılmaq, üzülüşmək, üzdən, üzülmək, üzülüşmək, quruculuq, qurdan, quruculuq, axsamaq, axsamaqdan, axsamaq. Deməli, nə oldu? Deyir ki, kökü feil olmasın. Deməli, qan. Kökü feil deyil, isimdir. Qandırmaq, qanmaq bu feildir. Üzülüşmək, üzməkdən bu feildir kökü. Buna da bir bu. Sonra quruculuq, qurmaqdan bunun da kökü feildir. Axsamaq onsuz da feildir. Deməli, qaldıq bir dənə A variantında baxaq. Kökü feil olmayan qan isimdir. Amma feildən düzəlib. Bəli, 2 leksik şəkilçi var. Baxırıq, qanamaqdan qanatmaq elə oldu A variantı. Kökü feil olmayan, amma feildən düzələn sözü müəyyənidir. Bayaqki kimi. Üzdən, üzülmək, üzülüşmək, döyməkdən, döyüşmək, sıxdan, sıxlaşmaq, yaşatmaq, yaşdan, yaşamaq, yaşatmaq, sonra dalaşmaq, dalanmaqdan, dalaşmaq. Feilləri bir-bir çıxıram birbaşa. Bu feildir, bu da feildir, bu da feildir. Mənə deyir kökü feil olmasın, amma feildən düzəlsin. Deməli, sıxmaq, bu da feildir. Yan, nə? İsimdir. Yox, yan deyil, bu yaşdır. Yaş, yaşatmaq, yaş ismindən, yaşamaqdan yaşatmaq feili yaranıb. Məlum növdə olan feilləri müəyyən edin. Yazmaqdan yazılmaq, yazıldı. Məktub yazıldı, məhsul növ. Qaldır, sadədir. Utanmaq, utandı, məlum növdədir. Sehirdən sehirləmək. Bir şeyi sehirləmək, bu artıq
Sehirdən sehir, sehirləmək, sehirlədi. Hə, elə oldu nə? B variantı hamısı məlum növdədir. Sonra isə hissəci haqqında fikirlərdən biri doğrudur. İsə hissəci D şəkilçili keçmiş zamanla işlənə bilmir. İşlənə bilmir. Niyə işlənə bilməsin ki? İsə hissəci feilin arzu şəklini artırıla bilir. Artırıla bilir, səhvdir. Məsələn, yazasa olmur. Sonra isə köməkçi sözü hissəci həm idi, həm də imiş hissəci ilə işlənmiş feillərə qoşula bilər. Bəli. Niyə qoşulmasın ki? Deməli, məsələn, nümunə kimi də göstərək. Məsələn, gələcəkdirsə. İdinin qısaldılmışı, hissənin qısaldılmışı. İcbar növdə olan feil hansı cümlədədir? İcbar növdə olan feil. Baxırıq. Deyir ki, öldür Aşıq Ələsgəri, özün günahkar ol, yaylaq. Feilin əmr şəklidir. Öldür, sən öldür, öldürmək bu məlum növdür. Həm sevgi bəsləyir, həm can yandırır. Bəsləyir, məlum növdədir. Yanmaqdan yandır, bu məlum növdədir bu da. Səhnədə sönük duyğuları işıqlandırırdı. İşıqdan işıqlanmaq, işıqlandırmaq, ırdı. Deməli, nə? İşıqlandır, yəni sən işıqlandır. Sonra, tikdirib sən, qəsir, eyvan, o da sən. O da sən. Deməli, tikdir, sən. Tikdirib sən, qəsir, eyvan, o da sən. Deməli, tikdir. Elə D variantıdır. Hansı cümlədə əmr şəklində olan feil işlənmişdir? İstəmədim görüşə bugün mənimlə. İstəmədim. Mən istəmədim feilin xəbər şəklidir. Deməli, istəyirəm, görəm səni. İstəməkdən istəyirəm. Feilin xəbər şəklidir. İstəyərdim, istədən, istəyərdim. Bu feilin xəbər şəklidir. İstədiyim kimi edəcəyim. Feilin xəbər şəklidir. İstəmirəm, yad qayada bitim mən. İstəmirəm, feilin xəbər şəklidir. Bir də bitim mən. Bitdən, bitim şəxsonluğu oldu nə? 57-də Y variantı. 58-ə baxırıq. Xəbərlərdən biri indiki zaman idi köməkçi söz hissəci ilə işləmişdi. O məni evədək ötürdü. Ötdən, ötürmək, ötürdü. Mən bunu keçmiş zamanda kimi düşünəcəm. Keçmiş zaman. Bir dəfə də indiki zamanda düşünüb idinin qısaldılmışı kimi düşünmüş olacaq. Sonra, o çoxdan gəlmiş idi. Feilin keçmiş zamanın üzərinə artırılmış, idinin qısaldılmışdı. Bu işləri mütləq görməlidir. Vacib şəklidir. Burada hissəcik yoxdur. Sonra, rəssam belə əsərləri dəyərləndirirdi. Dəyərlənmək, dəyərləndirmək irdi. Deməli, dəyərləndirirdi. Elə doğru variant bu olacaq. Çünki indiki zaman üzərgəl nədir? Oldu nə? Hissəcik. Xəbərlərdən biri keçmiş zaman imiş köməkçi söz hissəci ilə işlənmişdir. Deməli, xəbərlərdən biri. Aygün onun işlərinə heyran qalmaqdan qalır imiş. Bu indiki zamanın üzərinə artırılmış, imişin qısaldılmışıdır. Məzahir kişi cavan, oğlan kimi geyinərdi. Geydən, geyinmək, geyinər imiş. Bu, gələcək zaman artırılmış imişdi. Bu barədə anasından soruşacaqmış. Soruşacaqmış. Gələcək zamanın üzərinə artırılıb. Hər yerdə qəribə naxış salıbmış. Salmaqdan salıbmış. Deməli, keçmiş zamanın üzərinə artırılmış imişdir. Deməli, hansı nümunədə şəxsə görə dəyişməyən feil işlənmişdir? Şəxsə görə dəyişməyən feildən söhbət gedirsə, şəxsə görə dəyişməyən feil. Feilin təsriflənməyən formalarda şəxsə görə dəyişməyən. Görünür, deyiləsi sözü çoxdur. Nə qədərdir çoxdur? Nə sözü, hansı sözü deyiləsi? A səhəsi feilin
lazım nə deyirik? Fe'l sifətin şəkilçisidir. Çünki deyiləsi söz hansı söz? Fe'l sifət sifətin sualına cavab verir. Doğru variant oldu. 60-da A. 61. Hansı cümlədə şəxsə görə dəyişən fe'l işlənmişdir? A variantı. Sudan gələn sürməli qız xalq mahnısıdır. Şəxsə görə dəyişən fe'l deyirsə, fe'lin şəkilləri nəzərdə tutur. A variantında fe'lin şəklinə aid nümunə yoxdur. B. Qara çəkməli qız bacımdır. Kimdir? Bacımdır. Burada da şəxsə görə dəyişən fe'l yoxdur. Hədiyyə verəcəyim qutu evdədir. Haradadır? Evdədir. Burada da yoxdur. Təzə aldığım köynəyin qolları büzməlidir. Necədir? Büzməlidir. Burada da yoxdur. Mən hər şeyi ona deməliyəm. Nə etməliyəm? Deməliyəm. Fe'lin vacib şəkili və fe'lin şəxsə görə dəyişən növü, yəni vacib şəkili. 62. Həmin gün məktəbdə şeir müsabiqəsi keçirilirdi cümləsində fe'lin izahı ilə bağlı səhvi göstərin. Keçməkdən keçirmək, keçirilmək idi. Keçirilir idi, səhvi. Qurursa düzəltmədir, bəli. Təsdiqdədir, bəli. Məhsul növdədir, keçmiş zamandadır. Məhsul növdə olmağına məhsul növdədir. Amma ki, nədir? Keçmiş zamanda deyil, indiki zamandadır. Oldu nə? 62-də 63. Nə deyir? Deyir ki, atam köhnə evimizi satıb iki mərtəbəli ev tikdirdi. Cümləsində təsriflənən fe'llə bağlı fikirlərdən biri səhvdir. Təsriflənən fe'limiz tikdirdidir. Dikməkdən tikdirmək, tikdirdi. Təsdiqdədir, sözün kökü fe'ldir. Bəli, tikmək. Sadə fe'ldir, məlum növdədir. Məlum növdə olmağına məlum növdədir, amma sadə deyil, düzəltmədir. Çünki leksik şəkilçisi var, B variantı 63. 64. Hansı cümlədə xəbər şəklində işlənmiş fe'l var? Xəbər şəklində işlənmiş, yəni fe'lin xəbər olsun cümlənin xəbər və fe'l şəklində olsun. A variantı. Ələsgər elmindən olma nabələd, nə etmə, olma. Bu fe'lin əmr şəklidir. Bir saat havada qanat saxlayın, nə edin? Qanat saxlayın. Fe'lin əmr şəklidir. Yarpaqlanıb pərdədə qalmaz örtülü qönçə. Deməli, yarpaqlanıb pərdədə qalmaz örtülü qönçə. Nə etməz, qalmaz zaman şəkilçisidir. Gələcək zaman şəkilçisidir və oldu nə? C variantı. 65. Şamlar səlqə ilə xonçaya düzülmüşdür. Cümləsindəki fe'llə bağlı səhvi müəyyənləşdir. Fe'limiz düzülmüşdür. Düzdən, düzülmək, düzülmüş, düzülmüş idi. İdi köməkçi hissəsi işlənib, bəli. Təsdiqdədir, bəli. Düzəltmə fe'ldir, bəli. Məhculdur, bu da düzdür. Sifətdən əmələ gəlmişdir, xeyr. Fe'ldən əmələ gəlmiş fe'ldir. Y variantı. 66. Bəndin hansı misrasında fe'l işlənmişdir? Çən dağlardan aranlara sürünürdü. Nə edirdi? Sürünürdü. Yaşıl dağlar dumana bürünürdü. Bulaqlarda sarı yarpaq görünürdü. Qatarlaşdı, qızıl telli durnalar nə etdi? Qatarlaşdı. Deməli, hamısında fe'l işlənmişdir. C variantı. 67. Bu söhbətləri eşidəndə ürəyim açılır. Cümləsində fe'l hansı qrammatik məna növdədir? Ürəyim açılır, qayıdış növdədir, işi öz üzərində icra olunur. Fərqləndirilmiş fe'llərin qrammatik məna növünü müəyyən edin. Günəş doğdu, yer şəfəqə büründü. Bulud qaçıb üfüqlərdə süründü. Ürəyimdə Heydər Baba göründü. Deməli, yer şəfəqə büründü, işi öz üzərində icra edir. Üfüqlərə süründü. Heydər Baba, ürəyimdə Heydər Baba göründü. Bu da oldu nə ilə? Qayıdış növdə 68B. 69. Fe'llərdən biri həm keçmiş, həm də indiki zaman kimi düşünmək olar. Bunu əvvəlki testlərin üzərində izah etmişəm. Yenə eynən birbaşa ilə cavabdan götürəcəm. Ötməkdən, ötürmək, ötürdü. Bu olacaq keçmiş zaman. Bir də deyirəm ki, ötdən ötür, indiki zaman. Bu da idinin qısaldılmışı. C variantı. Birində D ünsürünün, D4 variantlı ünsürünün həm keçmiş zaman şəkilçisi, həm də hissəcik kimi qəbul etmək olar.
Bu da elə 69-un təkrarıdır. Baxdıq. Elə düz variantdan yola çıxacağam. Qopdan qoparmaq, qopardıb, keçmiş zaman bu leksik olanda. Əgər mən bunu gələcək zaman şəkilçisi kimi götürsəm, qoparıb gələcək zaman, bir də onda bu D hissəcik kimi olacaq Y variantı. 71-də cümlələrin birində birgəlik növdə olan feil var. Biz yazıçılarla görüşə getdik. Görüşə getdik bu məlum növdədir. Bu səhnəni görən tamaşaçılar gülüşdülər və doğru variant olacaq nə? Güldən gülüş, gülüşdülər, birgəlik növ. 72. İcbar növ feillərin cərgəsini müəyyən edin. İcbar növ feillərin cərgəsini. Silməkdən sildir, sonra qazmaqdan qazdır, aldan aldır, oxudan oxud, oxutdur, elə A variantı. 73. Hansı nümunələrdə eyni şəkildə işlənmiş təsriflənən feillər var? Dostunla su iç, düşməninlə bal yeməyə oturma. Su iç feilin əmr şəklində, düşmənlə bal yeməyə oturma əmr şəkli, hər ikisi əmr şəkilli feillər. Ovçu, insaf elə, keçmə bu düzdən, o çöllər qızını ayırma bizdən. İnsaf elə, keçmə, ayırma. Bu da feilin əmr şəklidir hər üçü də. Daim ucalasan savaş günündə, əskər silahı ilə səni tən görüm. Deməli, ucadan, ucalmaq, ucalasan arzu şəkli, əskər silahı ilə səni tən görüm əmr şəkli. Nəhayət oldu o, şahın vəziri, ölkəni düzəltdi, onun tədbiri. Oldu, feilin xəbər şəkli, ölkəni düzəltdi, düzdən, düzəlmək, düzəltmək, düzəltdi, feil xəbər şəkli. Bir də bu, oldu nə? 1, 2 və 4 D variantı. Verilmiş cümlələrdə feillərlə bağlı eylər və diaqramdakı uyğun fikirləri müəyyən edin. Çiçəklərin ətri indi daha da kəskin duyulurdu. Hava, nanə və kəkliyotu ətri ilə dolmuşdu. Duyulurdu, duymaqdan, duyulur idi, dolmuşdu, doldan, dolmuş, dolmuş idi. Deməli, feillərlə bağlı doğru fikir istəyir bizdən. Baxırıq, məhsul növdədir. Baxın, görüm, çiçəklərin ətri indi daha da kəskin duyulur kimsə tərəfindən, məhsul növ. Sonra keçmiş zamandadır. Keçmiş zamanda yox, indiki zamandadır. Keçdik, 3-ə baxırıq. 3-də deyir ki, cümlənin xəbəridir hər ikisi. Feili xəbəridir, bu da doğrudur. Sonra quruluşca düzəltmədirlər. Birinci düzəltmədir, ikinci yox, sadədir. Sonra 1-3. Baxın, idi, köməkçi söz hissəci ilə işləmişdi, hər ikisi işlənmişdi. Bu ortaya getməli idi. Məlum növdədir, bəli. İkinci məlumdur, birinci isə məhsuldur. Oldu nə? Yox, 6 yox. Daha doğrusu 6 nə oldu? 1, 3 və 6 B variantı. 75-də verilmiş cümlələr işlənmiş feillə bağlı cədvəldəki uyğun fikri müəyyən edin. Ondakı bu enerji bir çoxlarını təəccübləndirirdi. Təəccüb sözün kökü, təəccüblənmək olmadığına görə təəccüblənmək, təəccübləndirmək irdi. Deməli, doğrudan doğrunu götürürük, yanlışdan yanlışı. Baxırıq, feil indiki zamandadır. İndiki zamandadır, bəli, təsdiqdədir, bəli. Bunu götürürük. Tərkibindəki qrammatik şəkilçilərin sayı leksik şəkilçilərin sayından çoxdur. Baxırıq ki, burada 2 leksik, 2 qrammatik şəkilçi var, bu səhvdir. Sonra baxdıq bu tərəfə yanlışdan, quruluşca düzəltmədir, bu doğrudur, quruluşca düzəltmədir, icbar növdədir. Ondakı bu enerji bir çoxlarını təəccübləndirirdi. Bu icbar növdə deyil, məlum növdədir. Sonra xəbər şəklindədir, feilin xəbər şəklindədir, bu da doğrudur. Oldu 1 və 4 D variantı. 76. 76-da deyir ki, verilmiş cümlələr əsasında doğru fikri müəyyən edin. Qara sürməli gözləri sükutla baxırdı. Bir də qadın qara yun paltardan uzun bir ətək giymişdi. Ətək giymişdi, deməli, doğrular, baxaq görək, doğruları seçək. Baxaq, deməli, birinci cümlədəki feil indiki zamandadır, baxaq görək.
Baxdan baxır, baxır idi. Bəli, bu indiki zamanda. Geyməkdən geymiş idi, keçmiş zamandadır. Biri götürürük. Bir doğrudur. Sonra baxaq 2-yə. Baxaq. İkinci cümlədə feil qayıdış növdədir. Xeyr, məlum növdədir. Məzmun cəhətdən qayıdış növü olsa da, şəkilçisi olmadığına görə məlum növdədir. Hər iki cümlədəki feillər şəxsə və cəmiyyətə görə dəyişir. Bəli, feilin şəkilləri şəxsə və cəmiyyətə görə dəyişir. Feilin təsriflənməyən formalarından fərqli olaraq. Sonra ikinci cümlədəki feil keçmiş zamandadır. Bəli, bu da doğrudur. Hər iki cümlədə quruluşca düzəltmə olan feillər işlənmişdir. Quruluşca düzəltmə olan, səhv olan, hər ikisi sadədir. Oldu nə? 1, 3 və 4. Sonra 77. Verilmiş cümlədə işlənmiş təsriflənməyən feillərlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Uyğun fikirləri müəyyən edin. Deyir, pəncərənin qabağında dayanmış oğlun soyuq baxışlarla çölə baxaraq fikrə getmişdi. Təsriflənməyən feillərlə bağlı. Pəncərənin qabağında dayanmış oğlan soyuq baxışlarla çölə baxaraq fikrə getmişdi. Təsriflənməyən, yəni feili məsdər, feili sifət, feili bağlama ilə bağlı. Baxdıq. Deyir ki, təsriflənməyən feillərdən ikisinə aid nümunə var. Bəli, dayanmış oğlan hansı oğlan? Feili sifət. Çölə baxaraq fikrə getmişdi. Bu da feili bağlama. Bu doğrudur. Sonra gəldik. Zaman mənası ifadə edən feili bağlama işlənmişdir. Xeyr, səhvdir. Bu tərz hərəkət bildirir. Tərz. Sonra baxaq görək, yanlışda. Feili sifət keçmiş zaman məzmunudur. Bəli, mış, keçmiş zaman məzmunudur. Təsriflənməyən feillər tərkib əmələ gətirməmişdi. Gətirmişdi, bəli. Hətta təhlilinə baxaq bunun. Baxaq görək, deyir ki, pəncərənin qabağında dayanmış oğlan soyuq baxışlarla çölə baxaraq fikrə getmişdi. Kim oğlan, hansı oğlan pəncərənin qabağında dayanmış. Bu feili sifət tərkibi. Soyuq baxışlarla çölə baxaraq nə tərzdə? İşin tərzini bildirir. Səhv oldu. Deməli 1 və 4 B variantı. 78-də. Klasteri tamam hansı fikirlə tamamlamaq olar? Deməli yazdır sözü quruluşca düzəltmədir. Yazmaqdan yazdırmaq. Feilin əmr şəklindədir. Bəli. Başlanğıc formadadır. Bəli. Leksik şəkilçi ilə birgə götürülür. Şəxs şəkilçisi qəbul etmişdir. Xeyr, buradakı şəxs şəkilçisi deyil. Feildən, feil düzəldən şəkilçidir. Sonra ikinci şəxsin təkindədir. Sən yazdır. Bəli. Oldu nə? 1, 2 və 4 A variantı. Şəxs şəkilçisi qəbul etmədən də hansı şəxsə aid olduğu müəyyən edilən feilləri müəyyən edir. Şəxs şəkilçisi qəbul etmədən də deməli gəl, sən gəl. Şəxs şəkilçisi qəbul etmədən də hansı şəxsə aid olduğun müəyyən olunan feillər. 1. Danışmalıdır. Danışmalı üçüncü şəxsin təkindədir. Aldı, o aldı. 3. Öyrənək. Öyrənməkdən biz öyrənək. Sonra öyrənə, daha doğrusu öyrənək. Sonra bilsə, o bilsə. Çağırın. Çağırmaqdan siz çağırın. Şəxs onluğu var. Getdən getmə. Deməli oldu nə? 1, 3 və 5, 7. 80-ci suala baxırıq. Başlanğıc formada olan feillər haqqında doğru fikir. Başlanğıc forma ya sadə sözdən ibarət olacaq, ya da leksik şəkilçili sözdən ibarət olacaq. 2 feil yazaq. Məsələn, birini yazaq gəl, birini də yazaq leksik şəkilçili söz. Nə yazaq? Yazdır. Yazdır. Tərkibinə görə təhlil eləyək. Yazdırmaq. Başlanğıc formanı götürürük. Gəldik. Tərkibində şəxs şəkilçisi ola bilər. Səhv fikirdir. Tərkibində qrammatik şəkilçi olmur. Bəli. Təsdiq və inkarda olur. Səhv fikirdir. Təsdiqli ola bilər. İnkarda ola bilməz. İkinci şəxsin təkində olur. Məsələn, sən gəl. Sən yazdır. 4. Quruluşca sadə və düzəltmə ola bilər. Bəli, sadə və düzəltmə doğrudur. Əmr şəklində olur. Gəl. Sən gəl, sən yazdır. Oldu nə?
2, 4 və 5, 6. 81. Eylər Venn diaqramında yanlış fikri müəyyən edin. Deməli, yazasısan, bir də oxumalıyıq. Yazdan, yazası, asası lazım şəkili, san şəxs sonluğu. Oxudan, oxumalıyıq, vacib şəkili, o da şəxs sonluğu. Deyir ki, yanlış olanı göstərin. Təsriflənib, hər ikisi onsuz da təsriflənən feildir, ortaya getməlidir. Təkdədir, sən yazasızsan, bəli, təkdədir, amma bu cəmdədir, birinci şəxsin cəmdədir, biz yazmalıyıq. Deməli, sonra inkar formasının düzəldən söz şəxs şəkilçisi qəbul edə bilir. Bu doğrudur. İnkar forması şəkilçi ilə düzəlməlidir. Bununki, məsələn, vacib şəkili oxumamalıyıq, düzələ bilər inkarlıq şəkilçisi ilə. Amma lazım şəkili deyillə düzəlir inkar, ona görə bu səhvdir. Şəxs şəkilçisi qəbul edib, hər ikisi onsuz da şəxs şəkilçisi qəbul edib. Bu ikinci şəxsin təkidir, bu isə birinci şəxsin cəminin şəkilçisidir. Bu ortaya getməlidir, oldu nə B variantı. Sonra 82. Tərkibində hərəkət bildirən sözlərin olmadığı cümlələrdir. Tərkibində hərəkət bildirən sözlərin olmadığı. Baxaq, deyir ki, günəşin altındakı heç bir şey təsadüf deyil. Burada ümumiyyətlə hərəkətlə bağlı heç nə yoxdur. Sevgi və şəfqət insanlığın məhək daşıdır. Burada da heç hərəkətlə bağlı heç bir şey yoxdur. Sonra sülh hər şeyi həzm edən xoşbəxtlikdir. Nədir? Hansı xoşbəxtlikdir? Həzm edən burada feili sifətdir. Yəni hərəkət var, feil var. Hər bir müdrikliyin əsası səbirdir. Burada da yoxdur, hərəkətlə bağlı. Atanın verdiyi tərbiyə uşaqların sərvətidir. Hansı tərbiyə? Atanın verdiyi. Bu da oldu, burada feil var. Oldu nə? 1, 2 və 4. 83-də düzdük, düzdürdük feillərinə aid səhv fikri müəyyən edin. Deməli, düzməkdən düzdü, düzdük. Düzdürdük, düzməkdən düzdürmək, düzdü, düzdük. Feillərlə bağlı səhvi göstər. Deyir ki, birinci feil məlum növdədir, düzdü və birinci şəxsin cəmindədir. Bəli, düzdük, kim, biz, bu doğrudur. Birinci sözün kökü sifət, ikinci sözün kökü isə feildir. Birinci sözün kökü sifətdir. Birinci sözün kökü sifət deyil, feildir. İkinci sözün kökü isə feildir, düzməkdən düzdürmək, səhv olan variant B variantıdır. 84. Nümunədəki feillərin qrammatik məna növünün ardıcıllığını müəyyən edin. Yoldaşları ilə ayaqlaşmaq, işi vaxtında başa çatdırmaq ona mümkünsüz görünürdü. Yoldaşları ilə ayaqlaşmaq, ayaqdan ayaqlaşmaq, bu məlum növdə. İşi vaxtında başa çatdırmaq, çatmaqdan çatdırmaq, bu da məlum növdədir. Ona mümkünsüz görünürdü, görməkdən görünmək, görünürdü, özü üçün görünürdü. İşi özü icra edir. Oldu nə? Məlum qayıdış. Nümunədəki feillərlə bağlı doğru fikri müəyyən. Durnalar keçirdi şəhərin üstdən. Gözəllik bir alay, nəğmə bir alay. Yuxulu yarpaqlar şəkləndi durdu. Hardasa meşələr yuxulayırdı. Fikrət qoca. Feillərlə bağlı. Durnalar keçirdi. Bu. Gözəllik bir alay, nəğmə bir alay. Yuxulu yarpaqlar şəkləndi, nə etdi? Haradasa meşələr yuxulayırdı. Feillər budur. İndi feillərlə bağlı doğru fikri göstərir. Bütün feillər keçmiş zamandadır. Baxaq görək, keçmiş zamandadır. Keçməkdən keçir, keçirdi. Bu indiki zaman. Bu şəklənməkdən şəklənir, keçmiş zaman.
Yuxudan, yuxulamaq, yuxulayır. Bu indiki zaman. Bu səhvdir. Bütün feillər xəbər şəklindədir. Bəli, elə doğru variant oldu, B variantı. 86-da nə deyir? Deyir, gətirəcəkdirsə, öyrətmişdirsə, deyirdilərsə. Deməli, feilləri üçün ortaq olan fikir. Deməli, məlum və icbar növdədir. Gətirəcəkdirsə, gətirəcəkdirsə. Feilin xəbər şəklindədir. Sonra öyrətmişdinsə, öyrətmişdi, sonra deyirdilərsə, deməkdən deyirdilərsə. Demək, feilləri üçün ortaq olan fikir. Məlum və icbar növdədir. Üçüncü şəkil, icbar növdə deyil, ona görə sona qədər oxumağa dəyməz. Keçmiş zamandadır. Keçmiş zamandadır. Üçüncü şəxsin təkində olan feillərdir. Keçmiş zamandadır. Baxaq görək, keçmiş zamandadır. Bu gələcək zamandadır. Bu keçmişdədir. Bu isə indikidədir. Burada baxmağa dəyməz. Sadə, xəbər şəklində olan feillərdir. Bəli, leksi şəkilçisi olmadığına görə sadə feillərdir və hamısının olsa feilin xəbər şəklindədir. Oldu nə? C variantı. Sonra feillərlə bağlı bəzən çaşarsınız ki, baxın, burada şəkil kimi görünür. Bu isənin qısaldılmışıdır. 87. Feillərlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Cümlənin mübtədası var, lakin hərəkətin subyekti məlum deyil. Bu məhsul növdür. Subyekt hərəkəti öz üzərində icra edir. Bu da qayıdış növdür. Doğru fikirləri soruşursa bizdən, baxaq. Deyir, təkcə qara xallı iri köpək qəzəblə üstümə atıldı, atdan atıldı. Bu qayıdış növdədir. İşi öz icra edir. Sonra çöldə çobanların və qadınların danışıqları eşidilirdi kimsə tərəfindən, məhsul növ. Sonra doğrudan da 5 dəqiqədən sonra alaçıqlar görünürdü. Deməli, görünürdü öz üzərində icra olunur, qayıdış növ. Sonra hərəkət bir neçə subyekt tərəfindən icra olunur. Bu da qarşılıq bilgəlik növ. Deməli, bal arıları çiçəklərin üzərində dolaşır. Ora-bura uçuşurdular. Uçmaqdan uçuşurdular, dolamaqdan dolaşmaq. Oldu bu da. Sonra oldu nə? 2, 3 və 5 D variantı. Verilmiş cümlədəki feillərlə bağlı müqayisə cədvəlindəki doğru fikri göstər. Qarabağ atlarının şöhrəti hələ qədim zamanlardan dünyanın hər tərəfinə yayılmışdı. Şöhrəti yaymaqdan yayılmışdır. Bu məhsul növdədir. Bir gün günorta çağı uzaqdan bir atlı göründü. Deməli, bu da qayıdışdır. İndi təhlilinə baxaq. Deyir ki, məhsul növdədir, bəli. Xəbər şəklindədir, hər ikisi onsuz da xəbər şəklindədir. Aşağıya getməlidir, ortağa. Sonra qayıdış növdədir, bəli, keçmiş zamandadır. Onsuz da hər ikisi keçmiş zamanda da ortaq fikir kimi götürülməlidir. Quruluşca düzəltmədir, bəli, hər ikisi düzəltmədir. Tərkibində 2 qrammatik şəkilçi var. Xeyr, tərkibində ikincidə bir dənə qrammatik şəkilçi var. Birincidə bir dənə, 2 dənə daha doğrusu. Oldu nə? 1, 3 və 5 A variantı. Verilmiş cümlələrlə bağlı yanlış fikri müəyyən edin. Həmin dağın başında bir dağ keçisi göründü və sürətlə dağın arxasına tullandı. Ay mavi göyün dərinliyində üzür, onun ətrafında tək ulduzlar parıldayırdı. Baxırıq, birinci cümlədə feildən yaranan düzəltmə feillər işlənmişdir. Həmin dağın başında dağ keçisi görməkdən görünmək görünürdü və sürətlə dağın arxasına tullandı. Bu doğru fikirdir.
Çünki görməkdən görünmək, tullanmaqdan tullanmaq bu doğrudur. Məndən yanlışı soruşur. Sonra hər iki cümlədə təsdiqdə doğrudur, təsdiqdə olan feillərdir və üçüncü şəxsin təkində olan feillər işlənmişdir. Üçüncü şəxsin təkində baxaq görək. Göründü, o göründü, tullandı, o tullandı, o üzür, o parlayır. Bu da doğru fikirdir. Bu da doğru. Birlər 7, ikilər də 7. Baxaq 3-ə. İkinci cümlədə işlənən feillər xəbər şəklində indiki zamandadır. İkinci, üzdən, üzür indiki zamanda, parlamaqdan parlayır. İkinci cümlədə işlənən feillər xəbər şəklindədir. Bəli, feilin xəbər şəklindədir. İndiki zamandadır. Bu doğrudur. Bu da belə getdi. Belə qaldı D variantı. Hər iki cümlədə qayıdış növündə olan feillər işlənmişdir. Baxaq görə həmin dağın başında bir dağ keçisi göründü və sürətlə dağın arxasına tullandı. Bunlar qayıdış növdür. Digər tərəfə baxaq görə ay mavi göyün dərinliyində üzür, məlum növdə. Ətrafda tək-tək ulduzlar parıldayırdı, məlum növdə. Səhv fikirdir. Birinci cümlədə olan feillər idi, köməkçi sözü, hissəciyi var. Birincidə yoxdur. Bunlar onsuz da keçmiş zaman şəkilçisidir. Yoxdur. Ona görə səhv olan 5. 4 və 5. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Feilin iki müxtəlif şəklinə aid nümunə var. Feilin yalnız bir şəklinə aid nümunə var. Gecənin yarısı oyanıb gördüm ki, yağış kəsib. Gördüm, kəsdən kəsib. Bunların hər ikisi feilin xəbər şəklindədir. Digər ikinci şəxs feilin şəklinə aid nümunə yoxdur. Əgər əyilməsəydim, daş başımı parçalayacaqdı. Əydən, əyilmək, əyilməsəydim, deməli, əyilməsə, feilin şərt şəkli. Daş başımı parçalayacaqdı, parçadan, parçalamaq, parçalayacaq, feilin xəbər şəkli. Bu xəbər şəkli, bu da şərt şəkli. Bunu götürürük. Sonra feilin yalnız birinə aid nümunə şəklinə aydan bir qədər aralanmışdıq ki, dərədən iç səsi eşitdik aydan. Deməli, aralanmış feilin xəbər şəkli, dərədən iç səsi eşitməkdən eşitdik feilin xəbər şəkli. Bir də budur. Mən istəyirdim ki, o məni danlasın. İstəyirdim feilin xəbər şəkli, məni danlasın feilin əmr şəkli. Oldu nə? 1 və 3. 2 və 3. A variantı. 91. 91 necə boz düşür. Verilmiş cümlələrdə işlənmiş feillərlə bağlı Eylər Venn diaqramda doğru fikirləri müəyyən edin. Əgər burada çaşsam, üzrlü sayın. Qoyuq görək nə deyir burada. Yanındakı uca boylu oğlan olduqca şux geyinmişdi də yəqin ki, geyinmişdi. Sonra yarışlarda həmişə birinci mükafatı o qazanırdı. Deməli, feillərlə bağlı doğru fikri göstəririk. Baxaq, deyir ki, xəbər şəklində olan feil keçmiş zamandadır. Geyinmişdi, geyməkdən geyinmək, geyinmiş idi. Feil xəbər şəklində bu birsinə qazanardı. Qazanmaqdan qazanar idi. Deməli, xəbər şəklində olan feil keçmiş zamandadır. Bəli, bu keçmişdədir. Bu isə gələcəkdədir. Biri götürürük. Sonra feil idi köməkçi söz hissəciklə işlənib. Hər ikisi işlənib. Ortağa getməli idi. Geyinmiş idi, qazanar idi. Feilin qayıdış növündədir. Geyinmişdi, qazanardı. Baxın görün, deyir feilin qayıdış növündədir. Bu feilin qayıdış növündədir. Bax bu.
geyinərdi. Bu ortağa getmir ki, bu məlum növdədir. Sonra cümlənin baş üzvünün ifadə vasitəsidir. Bəli. Nə edərdi? Geyinərdi. Kim oğlan? Qazanardı. Kim o? Deməli, bu da doğrudur. Çünki cümlənin xəbəridir. Hətta xəbərin ifadə vasitəsi feilin xəbərdir. Feil xəbərin ifadə vasitəsi feilin təsriflənən formalarıdır. Deməli, sonra 4-də götürürük. 5-ə bax, quruluşuna görə sadədir. Quruluşuna görə sadədir. Geyinərdi. Geyinməkdən geyinmişdi. Quruluşuna görə sadədir. Bəli, doğrudur. Təsdiqdədir. Üçüncü doğru variant olur. 1, 4 və 5. 92. Vay, bu da boz düşüb. Verilmiş cümlədə işlənmiş, təsriflənməyən feillərlə bağlı yanlış fikirləri müəyyən edin. Bilmədiyi bir şeyi başqası izah etdikdə və ya verilmiş məsələni hamıdan qabaq Həsən həll etdikdə qız utanar, qızarardı. Deməli, baxırıq. Feilin təsriflənməyən formalarından ikisinə aid nümunə var. Baxaq, bilmədiyi bir şeyi, hansı feili sifət, başqası izah etdikdə feili bağlama və ya verilmiş məsələni, hansı məsələnin feili sifət, məsələni hamıdan qabaq Həsən həll etdikdə feili bağlama, qız utanar və qızarardı. Bu doğrudur. Sonra feili sifət keçmiş zaman məzmunludur. Feili sifət, bəli, keçmiş zaman məzmunludur. Bu doğrudur. Bu da keçmiş zaman məzmunludur. Bu da doğrudur. 3. Təsriflənməyən feillərin hamısı məlum növdədir. Bilmədiyi bir şeyi başqasına izah etdikdə və verilmiş məsələni verilmiş, bu artıq məchul növdədir. Səhv ona görə budur. Sonra feili bağlamalar quruluşca mürəkkəbdir. İzah etdikdə, bəli, tərkibi feildir. Həll etdikdə, bəli, tərkibi feildir. Et, bil, qıl, onun tərkib hissəsi olduğuna görə feilin sifətlərin quruluşca növləri eynidir. Bilmədiyi, İnşallah düzgün təhlil eləyərəm, boz düşüb deyən, onlar birdən nə isə səhv eləyərəm. Bildən, bilmədiyi, bu sadədir. Verilmiş feili sifət olaraq düzəltmədir. Feili sifətin quruluşca növləri eynidir. Xeyr, həm düzəltməsi var, həm də sadəsi. Ona görə səhvdir. 3 və 5. 2 leksik şəkilçi olan feilləri müəyyən edin. 2 leksik şəkilçi. Deməli, danladım. Danlamaqdan, danladı, danladım. Bu 2 qrammatikdir. Təmizlətdim, təmizdən, təmizləmək, təmizlətmək, təmizlətdim. Bir bu. Təzələndi, təzədən, təzələmək, təzələnmək, təzələdi. Bir bu. Salamlaşdı, salamdan, salamlamaq, salamlaşdı, salamlaşdı. Bir də bu. Yoxlandı, yoxlamaqdan, yoxlandı. Baxıldı, baxdan, baxılmaq, baxıldı. Çalındı, çalınmaqdan, çalındı. Qarşılaşdı, qarşıdan, qarşılamaq, qarşılaşmaq, qarşılaşdı. Oldu nə? 2, 3, 4 və 8. 94. Hansı cümlələrdə qarşılıq bilgəli növdə olan feillər işlənmişdir? Komandalar fasilədən sonra yenə yarışdılar, yarışdılar. Bu məlum növdür. Dostlar bir yerə yığışdılar, yığdan yığışdılar. 2. Onların yazışdıqları xeyli vaxt idi. Yazdan yazışdıqları, bir də budur. Uşaqların hamısı bir-birinə qarışdılar, qarışmışdı. Bu məlum növdür. Tərəflər 3 gün idi ki, atışırdılar. Atmaqdan, atışmaq, atışırdılar. Oldu nə? 2, 3 və 5. Hansı feillər şəxsə və kəmiyyətə görə dəyişər? Əlbəttə ki, feilin təsriflənməyən formalarını çıxırıq birbaşa. Feilin təsriflənməyən formalarını birbaşa çıxırıq. Birbaşa çıxırıq. Qaldı əlimizdə nə? 95-dir. 1, 5, 6. 1, 5, 6. Feilin şəkilləridir də.
və həm feilin şəkilləridir, həm də feilin təsriflənən formalarıdır. Sonra yaz feili aşağıdakı şəkilçilərdən hansıları qəbul etdikdə sonra şəxs şəkilçisi şəxsə görə dəyişə bilər. Şəxsə görə dəyişə bilər. Şəxsə və kəmiyyətə görə dəyişən. Mən birbaşa feilin təsriflənməyən formalarını avtomatik siləcəm. Əlimdə nə qalacaq? 2, 3 və 6. Çünki feilin şəkilləri və feilin qrammatik məna növlərinə görə dəyişmiş olur bu arada. Oldu nə? 2, 3 və 6. 97. Nə deyir 97-də? Sıxılmaq və sıxlaşmaq sözləri ilə bağlı yanlış fikri göstərir. Sıxmaqdan sıxılmaq, sıxmaqdan sıxlaşmaq feilləri ilə bağlı doğru fikir, yanlış fikir. Hər ikisi düzəltmə feildir, bəli. Hər ikisi feildən düzəlmişdir. Səhv olan fikri budur. Sonra birincinin kökü feil, ikincinin kökü sifətdir. Birincinin kökü feildir, bəli. Feildən feil yaradan şəkilçidir. Çünki il-4 variantdır. İkincinin kökü isə sifətdir. Bəli, laş-ləş 2 variantlı şəkilçi sifətdən feil yaradandır. Bu doğrudur. Kökləri amonimdir 97-də. Bəli, sıx. Kökləri amonimdir. Bu doğrudur. Sonra 5. Hər ikisi məchul növdədir. Sıxılmaq, səhv olan fikirdir budur. Sıxlaş, bu məlum növdədir. Sıxılmaq oldu nə? 2 və 5. 98. Nümunədəki feilin təsriflənən formaları ilə bağlı düzgün fikirləri. Burada düzgünü soruşur. Min bir xatirənin sirli səsinə, keçən tarixlərin faciəsinə, gələcək günlərə şeir demişəm, dövranda sürmüşəm, qəmdə yemişəm. Deməli, ilk öncə feilləri tapırıq. Səsinə, keçən tarixlərin faciəsinə, keçən feili sifətdir, yəni təsriflənməyəndir. Gələcək günlərə, bu da təsriflənməyən feildir, gələcək. Şeir demişəm, dövranda sürmüşəm, qəmdə yemişəm. Deməli, feillərlə bağlı doğru fikir. Eyni suala cavab verir. Demişəm, nə etmişəm, sürmüşəm, nə etmişəm, yemişəm, nə etmişəm. Doğrudur. Birinci şəxsin təkindədir. Mən demişəm, mən sürmüşəm, mən yemişəm. Əmr şəklindədir. Xeyr, əmr şəklində deyil. Sonra nə oldu? Qayıdış növdədir. Səhv fikirdir, məlum növdədir. 1 və 2. Eylər Venn diaqramında hansı fikirlər öz yerində olmadığını müəyyən edin. Öz yerində olmadığını. Qayıdış növ feillər, məchul növ feillər feildən düzəlir, obyekt subyektin yerinə keçir. Feildən düzəlir, obyekt subyektin yerinə keçir. Deməli, bu məchul növə aid olan qaydadır. Ona görə də öz yerində düzgün işlənməyib. Bu getməliydi bura. Ona görə bunu götürürük. 99. Subyekt həm də obyekt roluna çıxış edir. Bu qayıdış növə aid olandır. Bu doğrudur. Öz yerində olmalıdır. Vuruldu sözü bu növə aid edilə bilər. Vuruldu sözü bu növə aid edilə bilər. Buradan vuruldu. Məsələn, tutalım deyirsən ki, çayın suyu vuruldu. Bu olacaq qayıdış növdə. Bir də deyirəm ki, kimsə tərəfindən bir şeyin vurulması olur məchul növ. Bu doğrudur. Təsriflənən feil kimi işləndikdə cümlədə feil xəbər olur. Bu da doğrudur. İşin icra cümlədə mübtəda kimi özünü göstərə bilər. Bu artıq məchul növə aid qaydadır. Ona görə bu da keçir bura. Yazdırıldı sözü bu məna növünə aiddir, yazdırıldı. Məsələn, deyir, məktub yazdırıldı, kimsə tərəfindən icra olundu. Oldu nə? 1 və 5. 100. Klasterdə sual işarəsinin yerinə yazıla bilməz. Azdır feili. Kökü amonim sözdür. Bu doğrudur bu hissəsi. Tələffüz yazılışından fərqlənir. Səhv olan fikir budur. Çünki, məsələn, tutalım, mən bu azdırmaq feilidir. Bir də deyirəm ki, azdır. Sənin aldığın məhsul azdır. Nə qədərdir?
Tələffüzdə bax ismi xəbər olanda olacaq necə azdır. Əgər ismi xəbər vəzifəsindədirsə, şəxs sonluğudursa bu, tələffüzdə d, di, du, dü kimi tələffüz olunacaq. Yox, feildirsə, nədir? Feil düzəldən şəkildirsə, elə necə yazılır, eləcə tələffüz olunur. Məsələn, bu uşaqdırda da belədir, qırmızıda da belədir, qırmızıdır. Tələffüzdə olunur, qırmızıdır, uşaqdır. Sonra tərkibinə görə təhlili sxema uyğundur, səhvdir. Bir leksik, bir qrammatik şəkilçi var. Sadə söz kimi düşünülə bilməz, bəli, çünki saydan feil yaradır. Ardıcıl olaraq inkar və məsdər şəkilçisi qəbul edə bilər, bu da doğrudur. 1 və 2. Uyğunluğu müəyyən edin. Məhcul növdə olan feildir, qayıdış növdə olan feildir, məlum növdə olan feildir. Deməli, danıldı. Danmaqdan danıldı. Məsələn, hadisə danıldı kimsə tərəfindən. Bürə getdi, məhcul növ. İzlənmək, izdən, izləmək, izlənmək. Məsələn, o izlənirdi kimsə tərəfindən, oldu nə məhcul növ. Sonra geyindi, geydən, geyinmək, geyindi, bu da qayıdış növ. Sonra gəldik, digərinə baxaq. Geyindi. Sonra çəkinmək, çəkdən, çəkinmək. Bu işi özlərində icra eləyir, bu da gəldi bura. Sonra gəldik, digərinə baxaq. Cəda bu. Sonra paklaşmaq, pakdan paklamaq olmadığına görə paklaşmaq, bu da məlumdur. Oldu. 1-ə A, AB, 2-ə C-dir, 3-ə E. Deməli belə izahını verdim, onlar birdən neysə unudaram, məncə unutmadım. Belə. Allahın amanında olun, Allah sizin üzərinizə yardımcı olsun.